Qobu Park 1-də yanğında həlak olan ana və övladları dəfn olunub. Belə ki, Zülfiyə Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova Gədəbəy rayonunda dəfn ediliblər. Qeyd edək ki, yanğının Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəfoğlu Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, eləcə də 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.